bu dünyanın sirrini dərk eləməyə qadir deyilsən. Bu biraz eqonu zədələyir bu fikir. Çünki eqo həmişə bilmək istəyir, eqo hər zaman özünü ağıllı hesab eləyir və siz diqqət eləsəniz bilməyən insan yoxdur. Yəni biz bir dəqiqə çölə çıxaq, istənilən sürücüdən, yolda keçəndən soruşaq ki, məsəl üçün, sizcə insan niyə həyata gəlibdir və s. Hər bir fikir olacaq 100%. Mənə elə gəlir ki, ən çətini və ən düzü mənə görə bilməməkdir. Çünki bu bilməməyin altında çox böyük bir xəzinə yatır. Birinci növbədə təkəbbür məsələsi ortadan qalxır insan bilməyəndə. Çünki bilən insan, yenə deyim, vurğulayıram, mənə görə biraz təkəbbürünü idarə eləmək çətin olur. Çünki mən məsəl üçün bu günləri bir buddist dinindəyimsə məsəl üçün və yaxud xristianamsa, istər-istəməz öz inancımda əminəmsə, istər-istəməz sizə bir müsəlman ki, məsəl üçün biraz yuxarıdan aşağı baxacam. Və yaxud əksinə, deyək ki, mən müsəlmanam, siz xristiansınız da. İstər-istəməz məndə belə bir baxış olacaq ki, kəş ki bu dostumuz Allah yoluna gələrdi, cənnəti qazanardı. Məsəl üçün deyirəm. Hamı öz dinini daha yuxarı bilir də digər dinlərdə. Bu şuuraltı baş verən bir prosesdir. Bəli. Yəni bir insan bir şeyə inanırsa, bir inanca, artıq o inancın hardasa tələsinə düşür. Ona görə bilməmək mənə gəlir ki, bu təkəbbürdən insanı uzaq saxlayır və daima inkişafa sürükləyir. Bilmirəm dedikcə insan başlayır öyrənməyə, araşdırmağa, daha dərinə getməyə.